Qar, çovğunu pırtına, şaxta, soyuq daxma. Soba sanki oduyla yalqızlıq tərənnümün ifa edir. Xəyalımda isə yalnız sizin səsiniz. Doğrusu musiqiləriniz. Yox, daha dürüst olsam, şübhəsiz ki, ürəyimcə olan mahnılarınız olsa, daha da möhtəşəm olardı. Amma sizsiniz, Mina xanım. Bu etiraf deyil, sadəcə istəyimin şıq həddidir. Bəzən insanın könül bağladığı, özgürlük kimi hisslər duyduğu adamlar olur. Siz mənim üçün o təbəqədənsiniz. Məncə, səmimi qəlbdən gələn misralar süni münasibətlərdən üstündür. Çünki saf münasibətlər məzara qədər yoldaşlıqdır. Mina xanım, qəlbimin odu yalnız sizinlə gür olub canımı qızdırır və bu məni yalqızlıq bətnindən eşq dolu dəryalara sövq edir. Eşq dolu dəryalara sövq edir.